Salam əziz abituriyentlər. Elektrik yükü, elektrik sahəsi mövzusunu keçirik. Mövzu çox nəhəng, çox böyük, geniş olduğuna görə bir neçə başlıqlara böləcəm. Bu videoya sığdıra bildiyim başlıqları qeyd edim. Demək, elektrik yükü və onun xassələri, elektrikləmə və onun növləri, elektroskop. Bu başlıqlara aid video çəkəcəyik. Bugün bu videoya aid olanlar bunlar olacaq. Demək, nədir elektrik yükü, nədir elektrodinamika? Elektrodinamika ümumiyyətlə fizikanın, demişdik, fizika təbiət hadisələrini necə ki öyrənir, o hadisələrin kateqoriyasına görə də fizika nəhəng 5 dənə bölməyə ayrılır. Həmin o nəhəng 5 bölmənin biri də elektrodinamikadır. Nədir bu elektrodinamika? Elektrodinamika fizikanın elektrik yükləri arasında qarşılıqlı təsirini yaradan elektromaqnit sahəsinin qanunluqlarını öyrənən bölmədir. Elektrodinamikanın başqa bir qolu da var ki, elektrostatika. O da sükunətdə olan elektrik yüklərini yaratdığı elektrik sahəsini öyrənən bölməsidir. Sükunətdəki yükləri öyrənən elektrostatikadır. Ümumi elektrik yükləri arasındakı qarşılıqlı təsiri öyrənən də elektrodinamikadır. Baxaq elektrik yükünə. Elektrik yükü skalar kəmiyyətdir. Q ilə işarə olunur. Başqa renklə yazım bunu. Təbiətdə 3 növ elektrik yükü var. Müsbət, mənfi və yüksüz, 0. Müsbət yükə biz proton deyirik. Mənfi yükə elektron deyirik. Yüksüzə neytron deyirik. Başqa sözlə desək, məsələn, pozitron deyə bilərik müsbətə, elektronun antizərrəci pozitrondur, elektronun antizərrəci olduğuna görə yazırıq bunu, müsbət yükün elə bir qoluna yazırıq, pozitron. Məsələn, elektron, protonun da antizərrəci, antiproton olduğuna görə onu da elektronun mənfi yükün qoluna yazırıq, antiproton. Daha sonra neytronda isə, yüksüzdə isə foton da aid etmək olar. İşıq zərrəcidir bu da. Bunu da gələcək dərslərimizdə keçəcəyik. Demək, burada bizim üçün əsas lazım olan zaten nədir? Həmişə tez istifadə edəcəyimiz nə olacaq? Müsbətdən proton olacaq, mənfidən elektron olacaq, yüksüzdən neytron olacaq. Bizim daima qarşımıza çıxan, istifadə etdiyimiz bunlar olacaq. Demək, dedik ki, elektrik yükü nə ilə işarə olunur? Q ilə işarə olunur. Skalar kəmiyyətdir. Vahidi bir kulondur. Yazaq. Bu törəmə vahiddir. Əsas vahidlərlə açılışı amper vurulsun saniyədir. Bir kulonun da tərifi var bu şəkildə. Nədir o tərif? 1 amper deyir cəryan şiddətində naqilin ən kəsiyinin 1 saniyə müddətinə keçən elektrik yükünün miqdarıdır. Bu elə bil ki, baxın, gəlin belə işarə eləyim. Bu amper vurulsun saniyə ifadəsi elə ifadə edirik. Elə yəni tərif forması o formadadır. Gəlin onu buradan yazım mən. Ümid edirəm xəttim anlaşılır. Dedik ki, 1 amper cəryan şiddətində naqilin ən kəsiyindən 1 saniyə müddətində keçən elektrik yükünün miqdarıdır. Bunu qayda dəftərlərinizə, qeyd dəftərlərinizə zəhmət olmasa mütləq qeyd edin. Bu kulonun tərifidir. Yəni bizə verilən o yükün, elektrik yükünün vahidinin açılışıdır. Yəni nəyə görə biz amper vur saniyəyə bərabər edirik? Onun tərifidir. Daha sonra həmin bu elektrik yükü dedik ki, skalar kəmiyyətli və bunun ona aid olan bir düsturu var da, o amperinə saniyə aid olan, bax bu 1 amper cəryan şiddətində neçə dənə kəmiyyət adı çəkdik biz burada? 1 amper cəryan şiddətində, bax bir dənə cəryan şiddətinin adını çəkdik, eləmi? Daha sonra deyək ki, elektrik yükünün 1 saniyə müddətində keçən 1 saniyə müddəti, deməli, i ilə t-nin hasinə bərabər olacaq. Buradan yazırıq Q bərabərdir, i vurulsun t. Bunun yükün belə bir düsturu da mövcud. Hansı ki, bundan sonraki dərsdə daha detaylı, daha dərindən keçəcəyik cəryan şiddəti mövzusunda. Amma elektrik yükün xəstələrinin içərisində, xəstələrini izah edərkən başqa bir yükün özünün, sırf özünə xas olan bir düsturu var. Hansı ki, o tərkibinə, sayla bağlı olan. İndi xəstələrinə keçək. Xəstələrində onların hamısını izah edəcəm. Baxırıq. Deməli, birinci xəstəsindən danışaq. Birincisi deyir ki, elektrik yükü diskretdir. Qeyd edək. Deməli, diskretdir. Kəsilməz deyil, yəni bölünəndir. Gəlin bunları işarə eləyək. Nədir? Birinci xassəsi diskret olmasıdır və kəsilməz olmamasıdır. Kəsilməz deyil, bölünəndir. Qeyd edək bunları. Elektrik yükü diskretdir, kəsilməz deyil, bölünəndir. Nədir? Nə deməkdir bu? Təbiətdə ən kiçik yük
anlayışı var. Yəni ən kiçik yükę qədər bölünə bilir. Nədir? Ən kiçik yükę qədər bölünə bilir. Yəni mahiyyəti bundan ibarət. Ən kiçik yüke qədər bölünəndir. Bəs nədir o ən kiçik yük? Baxın, həmin o ən kiçik yükə bir dənə elektron yükü deyiblər. Bir elektronun yükü həmin o bölünə, hansı yüke qədər bölünə bilir, həmin o yük elektronun yükü qəbul edilib. Yazırıq burada. Bir elektronun yükü. Qeyd edək. Elektronun yükü. Elektronun yükü. Cümlədəki ən kiçik yüke qədər bölünəndir deyilir. Həmin o cümlədəki ən kiçik yük elektronun yüküdür. Elektronun yükü qəbul edilib. Və həmin buna elementar yük deyirlər. Yəni elementar yük deyib sadələşdirib bu formada istifadə edirik. Buna biz elementar yük deyirik. Başqa rənglə yazın. Nə deyirik? Elementar yük. Elementar yük. Bunu yadda saxlayırıq. Həmin bu elementar yükü E ilə işarə edirik. Bunun özünün qəbul edilmiş, etalon qəbul edilmiş bir qiyməti var. E burada bərabər olacaq 1,6 vurulsun 10 üstü mənfi 19 kulon. Bu bunun qiymətidir. Həmin bu dedi ya, elektrik yükü diskretdir, kəsilməz deyil, bölünəndir. Bəs nə deməkdir bu bölünən olmaq? O deməkdir ki, ən kiçik yüke qədər bu yük, ən kiçik yüke qədər bu zərrəcik bölünə bilir. Həmin o cümlədəki ən kiçik yükdə nədir? Bir elektronun yükü qəbul edilib. Ona da elementar yük deyilir. Həmin bu elementar yükün də özünün bir qiyməti var ki, Y bərabərdir. 1,6 vurulsun 10 üstü mənfi 19. Burada yükün özünün elə bil ki, digər elektrik yüklərinin hansı elektron yükünün, digər elektrik yükləri hamısı nə qədər yük demirik. Ta ki, məsələ işləyirik və yaxud da bizə sual verirlər. Deyirlər ki, Q bərabərdir. Hər nəsə bir qiymət verirlər. Həmin o bu yükün qiyməti, bizə siz nə verir? Bizə bu elektronun sayını verir. Neçə dənəsə bu elektrondan deməkdir. Yükün içində neçə ədədsə bundan olur. O zaman bax bu neçə ədədsə olur. İstər 1-dən olur, istər 5-dən olur, istər 2-dən olur, 15-dən olur. Fərqi yoxdur. Bizə deyir ki, həmin o yük, verilən yük bundan ibarətdir. Yəni bunun neçə dənəsə elementar yük birləşib bir dənə yükü əmələ gətirir. Onu deyir və bunun da bir dənə riyazi ifadəsi var ki, o da belə yazılır. Baxın, Q bərabərdir N vurulsun Y. Burada N itirilmiş və ya qazanılmış elektronların, yəni elementar yükün sayıdır. Demək, burada N itirilmiş və ya qazanılmış əlavə elektronların sayıdır. Ona görə də itirildiyini və ya qazanıldığını bildirmək üçün bunun qarşısına bir dənə şərt olaraq müsbət və ya mənfi əlavə edirik ki, itirilmiş və ya qazanılmış elektronu xarakterizə eləsin, bizə desin. Daha sonra burada bir düstur elə bil ki, verdikdə, burada əsas düstur demək olar ki, budur, baxın. Baxın, budur. Yükün özünə xas əsas düsturu bundan ibarətdir. Və biz bu düsturdakı elementar yükün qiymətini də bilirik. N-in də say olduğunu bilirik. Ona görə protonun və elektronun yükünü yaza bilərik də, eləmi? Yaza bilərik ki, buradan Q elektron, məsələn, elektron yükündən gedir də söhbət, bərabərdir mənfi elektron. Yəni, elektronun yükündən gedir də söhbət. Bu deməkdir ki, mənfi 1 vurulsun 1,6 vurulsun 10 üstü mənfi 19 kulon. Burada da mənfi 1,6 eləyəcək cavab. Yəni yazırıq, bir də yazırıq. Mənfi 1,6 vurulsun 10 üstü mənfi 19. Yaxşı, bəs protonun yükünü necə yazaq? Eynən bu qaydada. QP, yəni protonun yükü bərabərdir. Bu zaman müsbət olacaq. Yəni müsbət elementar yük. Burada elektrondan heç bir əlaqəsi yoxdur. Burada da müsbət 1 vurulsun. Mən özüm əslində müsbət yazıram, mən özüm yazıram ki, hardan gəldiyini bilək. 1,6 vurulsun, 10 üstü mənfi 19 kulon. O da bərabər olacaq, yəni müsbət 1,6 vurulsun, 10 üstü mənfi 19. Protonun da, elektronun da yükünü belə tapmaq olar. Çünki MY-yə bərabərdir də düstur. Aha. Burada biz qrafikdə çəkə bilərik. Q-ilə sayla, yüklə, elementar yükün sayının, Q-nün N-dən asılıq qrafikini də çəkə bilərik. Gəlin, çəkək. Burada, oy. Aha, belə. Q, N.
koordinat başlanğıcından keçəcək və bu düz mütənasib asıllıqdır, bəli. Belə bir qrafik mövcuddur bu başlıqda. Belə dedik ki, digər elektrik yüklərin hamısı elektronun yükünün tam mislinə bərabərdir. Yəni 1,6 vursun 10⁻19'un tam mislinə, belə deyək. Bu birinci xassə idi, diskretliyinə aid idi. İndi keçək ikinci xassəsinə. Yazaq buradan. İkincidə nə deyir? Elektrik yükünü saxlama qanunu ödəyir. Yəni qapalı sistemdəki elektrik yüklərinin cəbri cəmi sabit qalır. Məlum məsələdir. Qapalı bir sistemdə yüklərin bütün demək qapalı sistemi əhatə edən, qapalı sistemi təşkil edən bütün yüklərin cəbri cəmi sabit qalacaq. Bu da belə yazılacaq. Q1 üstə gəlinsin Q2, üstə gəlinsin Q3. Hər neçə dənə də bilmirik. Nöqtələr yazacaq. Qn bunların cəbri cəmi olacaq konstant. Sabit qalacaq. Nəyə görə? Çünki qapalı sistemdir. Qapalı sistemdir və saxlanma qanununu ödəyir. İkinci xassə bundan ibarətdir. Saxlanma qanununu ödəyir. Bu elektrik yükünün növbəti xassəsidir. Saxlanma qanunu ödəyir. Qapalı sistemdə yüklərin cəbri cəmi sabit qalacaq. Üçüncü xassədə deyir ki, additiv kəmiyyətdir. Gəlin ona da aid yazaq. Üçüncüdə nə deyir? Deyir ki, additiv kəmiyyətdir. Yəni sistemin elektrik yükü həmin sistemdəki zərrəciklərin elektrik yükün cəminə bərabərdir. Elə bil ki, sistem düşünün, həmin sistemin elektrik yükü ümumi sistemin elektrik yükündən gedir söhbət. Həmin sistemdəki zərrəciklərin hər birinin elektrik yüklərinin cəminə bərabərdir. Yəni tutaq ki, bir dənə sistem çəkək. Bu bir elə bil ki, yüklər sistemidir və bunun da içində çoxlu nələr var? Çoxlu başqa zərrəciklər var da, düzdürmü? Çoxlu başqa zərrəciklər var və bizə deyir ki, bunların hamısında bu zərrəcində yükü var da, gəl belə deyək. Bunların hamısının yüklərdir də, zərrəciklərdir. Bunlar yük şəklində yazıram ki, hər birinin özünə məxsus yükü var. Ümumi sistemin yükü, bax bu qırmızı bərabər olacaq. Bu qaraların hər birinin cəminə, yüklərinin cəminə və mən saymamışam, çoxlu sayda var. Ona görə üstə gəlinsin nöqtə Qn. Bax buna bərabər. Ümumi sistemin yükü bərabər olacaq hər birinin yükləri cəminə bərabər olacaq. Bu da additiv olmağını bildirir bizə. Baxaq dördüncü xassəyə. Gəlin dördüncü xassəni yazaq. Dördüncüdə deyir ki, invariant kəmiyyətdir. Elektrik yükü invariant kəmiyyətdir. Zərrəcik yükü, zərrəcik deyək, tutaq ki, bir dənə zərrəcik düşünək. Həmin bu zərrəciyin yükü bütün inersial hesablama sistemində eynidir. Zərrəcik sürətindən asılı deyil. Yazırıq invariant kəmiyyətdir. İnvariant kəmiyyətdir. İnvariant kəmiyyətdir. Bu deməkdir ki, zərrəciyin yükü bütün inersial hesablama sistemlərində eynidir. Yük bütün inersial hesablama sistemlərində eynidir. Yəni zərrəciyin sürətindən asılı deyil. Yazırıq, sürətdən asılı deyil. İnvariant olmağı sürətdən asılı olmamaq deməkdir. Sürətdən asılı deyil. Bütün, qeyd edək, bütün ətalət hesablama sistemlərində Q eynidir. Nədir? Q eynidir. Bu da invariant olmağının nümunəsidir. Sürətdən asılı deyil. Bütün ətalət hesablama, inersial hesablama sistemlərində Q eynidir. Belə. Elektriklənmə və onun növləri haqqında danışırıq. Hansı növləri var? Sürtünmə ilə elektriklənmə, təsir ilə elektriklənmə, toxunma ilə elektriklənmə. Sürtünmə ilə elektriklənmədən danışaq. Sürtünmə ilə elektriklənmədə iki cismi bir-birinə sürtdükdə sürtünmə nəticəsində elektronlar bir cisimdən digərinə keçir və cisimlər qiymətcə bərabər işarəcə əks yüklənir. Gəlin bunu yazaq. Belə bir şəkil üzərində izah edeyim. Demək, burada şüşə çubuq verilib, bir ipək parça verilib, düzdürmü? Hər iki hal, daha doğrusu hər iki cisim əvvəl sürtünmədən öncə neytral halda olur. Görürsə, hər iki cisim neytraldır. Ən başda heç bir hadisə baş vermir. Sürtünmə hələ baş verməmişdən öncə.
Görürsünüz neytraldır. Neytral nə deməkdir? Gəlin bunu yazaq. Baxın uşaqlar. Burada bizə deyir ki, şüşə çubuğunun tərkibinə baxın, neytral nə deməkdir? Hər ikisi neytraldır nə deməkdir? Yəni müsbətləri ilə mənfilərin sayı eynidir. Sayaq görək daha dəqiq olsun deyə deyək də. Şüşə çubuğun məsələn yükünü tutaq ki, hesablayaq görək. Zaten sıfırda bilirik neytraldır. Amma neçə mənfi, neçə müsbət var ona baxaq. 1, 2, 3, 4, 5, 6 müsbətdir. Baxın Q şüşə yazıram. Q şüşə bərabərdir. Neçə müsbət var orada? 6 müsbət. Neytral olur, 6 dənə mənfidir. Sayırıq, bax, gördük 6 dənə də mənfidir. Ona görə yazırıq mənfi 6y üstə gəlinsin. Elə müsbətdir deyə qarşısına müsbət yazmaya ehtiyac yoxdur. Yazıq elə 6e. Müsbətlə mənfi sayı eyni olduğuna görə deyirik ki, neytraldır. Gördünüz? Bu hamısı nədən əvvəldir? Sürtünmədən öncədir. Gəlin ipəyi də yazaq. Q ipək. Orada neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12, 12'dir. 12 mənfidir, 12 müsbətdir və 0'dır. Gördünüz, neytral haldadır. Hər ikisində elektronların sayı, protonların sayı bir-birinə bərabərdir və neytral haldadır. Sürtünmədən sonra nə baş verir? Baxın, buraya yazır ki, bax, sürtünmə prosesi zamanı, görürsünüz buranı. Gəlin, mən bu birisini işləyim. Bircə dəqiqə. Görürsünüz sürtünmə prosesini. Deyir ki, elektronların keçidi baş verir. Sürtünmə zamanı elektronlar şüşə çubuqdan ipək parçaya keçir. Şüşə çubuqdan ipək parçaya keçir. Şüşə çubuqdan ipək parçaya keçir. Elektronların keçidi. Bu zaman nə baş verir? Sürtünmədən sonra, baxın, sürtünmədən sonra artıq nə olur? Şüşə çubuq, burada çubuq müsbət yüklənəcək. Çubuq müsbət yüklənəcək. İpək parçası mənfi yüklənəcək. Niyə? Hər iki cisim əks işarəli yüklənəcək də. Əks işarəli biri müsbət yüklənirsə, biri mənfi yüklənəcək. Bu necə olur? Elektron keçidi baş verir. Şüşədən, elektronlar şüşədən nəyə keçir? İpək parçaya keçir. Elektron nəyə keçirsə, həmin nəyə keçirsə, keçdiyi yer mənfi yüklənir. Hardan çıxıbsa, harda elektron miqdarını azaldıbsa, ora müsbət yüklənir. Məlum məsələdir ki, burada mənfilər çıxıb gedib ora, çıxdığına görə də mənfi sayı azaldığına görə müsbət çubuq təşkil edəcək, müsbət yüklənəcək. Belə olacaq. Gəlin tutaq ki, burada neçə oldu? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 3 dənə də mənfidir də tutaq ki. Olacaq belə Q şüşə bərabərdir. Mənfi 3 elektron üstə gəlinsin. Tutaq ki, 10'dur da, məsəl üçün 13 olsun. Sayı unuttum, neçə idi? 13 elektron. Burada oldu neçə? 10 elektron. Müsbət 10 elektron oldu. Gördünüz, müsbət yükləndi. Yekunda müsbət yükləndi şüşə. Gördünüz? Yekunda kütle müsbət, şüşə müsbət yükləndi. Müsbət 10 elektron oldu. Toxunmadan əvvəl neytral olurlar. Baxın, fikir verin. Toxunmadan öncə hər iki cisim neytral olur. Toxunduqdan sonra hər iki cisim əks işarə ilə yüklənirlər. Hər iki cisim əks işarə ilə yüklənirlər. Burada şüşədən parçaya elektronlar keçir. Şüşədən, bir də onu çəkim. Demək, buna diqqət edin uşaqlar. Deyir ki, şüşə çubuqdan parçaya elektronlar keçir. Şüşədə elektron sayı azaldığı üçün şüşə müsbət yüklənir. Amma şüşədən parçaya elektron keçdi deyə, parçada elektron sayı artdı deyə, nəticədə parça mənfi yüklənir. Demək ki, biri müsbət yüklənəcək, biri mənfi yüklənəcək, parça mənfi yüklənəcək. Dedik ki, sürtünmədən öncə hər iki cisim neytral olur. Sürtünmədən sonra hər iki cisim əks işarə ilə yüklənir. Elektron keçidi baş verir. Elektron nədən çıxırsa, çıxdığı yer olur müsbət yüklənir. Çünki orada elektron sayı azalır. Hara gedir, daxil olursa, hara yol tutur, istiqamət haradırsa, ora getdiyi üçün, orada elektronun sayını artırdığı üçün, orada elektron sayı artdığı üçün ora mənfi yüklənəcək. Demək, elektrikləmə artacaqlarını belə bir cədvəl çəkib gəldim. Təcrübədə bəzi cisimlərin sürtünməsinə elektrikləmə ardıcılığı müəyyən edilib. Sürtünmə ilə elektrikləmə ardıcılığı bu şəkildədir. Həmin ardıcılıqda bu cədvəldə qeyd olunub. Cədvəldə cisimlərdən hər hansı birini özündən sonra gələn cisimlə sürtsək, məsələn şüşəni yunla sürtsək, elektronlar sonraki cismə keçər.
Belə ki, yuxarıdakı müsbət, aşağıdakı isə mənfi yüklü olar. Məsələn, şüşə cismi qalan 5 cisimdən, qalan o 5 cisimdən hər hansı biri ilə sürsə, elektronlar şüşə cisimdən həmin cismə keçər. Pambıq cismi, bax, görürsünüz, cədvəldəki cisimlərdən hər hansı birini sürtdükdə yalnız plasmas cismə elektronlar verər. Yəni, plastik cisim, plasmas cisimlər elektron verər. Özündən əvvəlki 4 cisimdən isə elektron qəbul edir. Məsələn, pambıq dedikdə, pambığı cədvəldəki cisimlərdən hər hansı birinə sürtsək, o yalnız plasmas cismi elektronlar verər. Özündən əvvəlki 4 cisimdən elektron qəbul edir. Belə, oxşatmanın müsbətlə mənfiyə doğru qeyd etmişəm. Toxunma ilə elektriklənmə zamanı iki yüklü cismi bir-birinə toxundurduqda cisimlər arasındakı elektron alış-verişi baş verir. Şəkilləri çəkim. Aha, çəkdim eyni radiuslu kürələr üçün. Bu toxunmadan əvvəldir. Toxunmadan öncə bu şəkildə olur. Toxundurulmağa çalışır. Toxunmadan əvvəl. Bu da toxundurduqdan sonra. Deməli, eyni radiuslu kürələr üçün aiddir. Yazırıq R1 bərabərdir. L2 eyni ölçülü kürələr üçün necə olur? Q1, Q2 toxunmadan əvvəlki yüklərdir. Q1 iştirak, Q2 iştirak isə toxunmadan sonraki yükün qiymətidir. Və qeyd edək ki, belə bir qeyd yazaq ki, xüsusi hal kimi kürələr eyni ölçülü olanda radiuslar bərabər olduqda, yəni R1 bərabərdir R2 olduqda yüklər bərabər paylanacaq. Yəni, toxunmadan sonra hər iki kürənin yükü Q1 iştirak bərabər olacaq Q2 iştirixə. Onu da necə tapırıq? Bərabərdir. Yüklərin, əvvəlki yüklərin cəmi Q1 üstə gəlinsin Q2 bölünsün 2-yə. Onun düsturu budur. Bərabər, qoyun mən bu iştirak yazım. Bərabər necə deyirlər? Radiuslu yüklər üçün. O xüsusi halda bunu yaddan çıxarmırıq. Gəlin buradan belə qeyd edin. R1 2-yə bərabər olduqda. Yaxşı, bəs R1 2-yə bərabər olmadığı hal üçün, yəni R1 bərabər deyil, R2 müxtəlif radiuslu olduqda nə edirik? Müxtəlif radiuslu. Onun bir də şəklini çəkməyəcəm. Eynidir, sadəcə biraz biri digərindən fərqlənir. Müxtəlif radiuslu da R1 R2-yə bərabər deyil. R2 bərabər olmadığı hal üçün düsturlar belə olacaq. Baxın, Q1 əvvəlki toxunmadan əvvəlki yükün qiymətidir. Q1 iştirak isə toxunmadan sonrakidir. Hər birinin də ayrı qiymətləri var. Radius bərabər olanda yüklər toxunduqdan sonra bərabər qiymət alır. Amma radiuslar müxtəlif olsa, toxunmadan sonra yüklər radiusa düz mütənasib paylanır. Yüklər radiusa düz mütənasib paylanır. Bərabər olmur. Məsələn, Q1-i soruşsa bizə Q1 bərabər olacaq uşaqlar. Q1 üstə gəlinsin Q2 bölünsün R1 üstə gəlinsin R2 vurulsun Q1 iştirik, daha doğrusu üzr istəyirəm. Q1 iştirixin qiymətini soruşursa, sonda Q1-in radiusuna vururuq. Daha sonra Q2 iştirik nəyə bərabər olacaq? Eyni bu qayda ilə Q1 üstə gəlinsin Q2 bölünsün R1 üstə gəlinsin R2 vururuq Q2-nin son yükünü soruşur deyə onun radiusuna vururuq. Baxın, bu düsturları yadda saxlayırıq. Yadda saxlayırıq bu düsturları. Necə dəqiqə, mən düzgün seçim. Aha. Bunları biz yadda saxlayırıq. Çünki xüsusi halda. Demək, bir də ümumiləşdiririk. Radiusu, baxın, yazıram buradan. Radius R1 bərabərdir R2 eyni radiuslu. Eyni radiusu toxunmadan qısa yazıram, sonra yüklər bərabər olur hər iki kürədə. Yox, R1 bərabər deyil, R2-dirsə, müxtəlif radiusdursa, qısa yazacağım, müxtəlif radiusdursa, toxunmadan siz bunların hamısını cümləni bütöv şəkildə qeyd dəftərlərinizə yazarsınız, konspektlərinizə. Toxunmadan sonra yüklər düz mütənasib paylanır. Radiusla yazaq. Radiusla düz mütənasib paylanır. Radiusla düz mütənasib paylanır. Bu qədər. Düsturlar da burada qeyd olunur. Mütləq bunları konspekt dəftərlərinizə köçürün. Başqa bir xüsusi halda qeyd edək.
Bu da potensialla bağlı bir xüsusi haldır. Potensialla bağlı. Yəni iki dənə kürəni bir-birinə toxundurduqda, şəkli çəkin. İki dənə baxın kürəni bir-birinə toxundurduqda, gəlin bunları belə çəkək. Bu R1 olacaq. Bu R2 mərkəzi nöqtələrini qeyd edək. Bunun potensialı F1'dir, bunun potensialı F2'dir. Və iki dənə kürəni bir-birinə toxundurduqda potensialı böyük olan kürədən potensialı kiçik olan kürəyə elektrik yükü keçir. Və sonda kürələrin potensialları elektrostatik tarazlıqla bərabərləşir. Buna belə F1 son halda toxundurduqdan sonra F1 bərabərdir F2 olacaq. Elektrostatik tarazlıq bərabərləşəcək sonunda. F1 birinci cismin kürəsi, birinci kürənin potensialıdır. F2 ikinci kürənin potensialıdır. Təkrar edirəm. Gəlin sözlü də yazın. İki kürəni bir-birinə toxunduranda potensialı böyük olan kürədən potensialı kiçik olan kürəyə elektrik yükü keçir və sonda kürələrin potensialları elektrostatik bərabərləşir. Bunları mütləq konspektinizə, nəzər dəftərlərinizə yazın. Çünki mən onları yazmaqda məqsədim odur ki, öz konspektim yoxdur. Ben onları konspekt hazırlayana qədər, yeni bir konspekt hazırlayana qədər siz özünüzdən köçürə bilərsiniz deyə, PDF ata bilmirəm deyə bunları bu şəkildə mövzu içərisində qeyd edirəm ki, siz də qeyd edəsiniz. Elektrostatik tarazlıqda bərabərləşir. Nə bərabərləşir? Kürələrin potensialları. Bir sintaktik təhlil belə elədik ki, yadınızda yaxşı qalsın. İki dənə kürəni bir-birinə toxundurduqda potensialı böyük olan kürədən potensialı kiçik olan kürəyə elektrik yükü keçir. Bunun məntiqi izahı da var əslində. Vaxt aparsa da yəni deyək. Zaten bunu qüvvə xətlərində deyəcəyik. Burada biz bilirik ki, müsbətdən çıxıb mənfiyə daxil olur qüvvə xətlərində. Bundan sonraki başlıqda da danışacağım. Və müsbətdən mənfiyə doğru getdikcə, bu tərəfə doğru getdikcə potensial azalır. Buradakı potensialdan təbii ki çoxdur. Buna görə biz deyirik ki, potensialı böyük olanla yük bu tərəfə doğru axırdır. Düzdürmü? Görürsünüz, bu tərəfə doğru axır yük. Bu da demək ki, potensialı böyük olan kürədən potensialı kiçik olan kürəyə keçir. Məlum məsələ, danılmaz faktdır. Bu qarışdıracaq, çaşdıracaq bir şey yoxdur burada. Yəni bu məntiqə əsaslanır. Bu deyilən cümlə var. Hansı ki, potensialı böyük olan kürədən kiçik olan kürəyə keçir. Elektrik yükü keçir. Demək, yüklənmiş cisim və qapalı formada olmayan cismin yüklənməsində xüsusi hallara baxırıq. Birinci halımız olacaq nə? Yüklü cismi qapalı olmayan yüksüz cismə daxildən toxunduraq. Bu zaman bütün yükünü verərək neytrallaşacaq. Gəlin onu yazaq. Çəkdi şəkilləri. Dedik ki, yüklü cismi qapalı olmayan yüksüz cismə daxildən toxundurduqda, baxın, görürsünüz, qapalı olmayan açıqdır da, bunun bir tərəfi bu şəkildə açıqdır. Qapalı olmayan yüksüz cismə, bu müsbətlər də yox idi də. Yüksüz cismə daxildən gəlirik, toxundururuq. Bu zaman nə olur? Bütün yükünü verərək neytrallaşacaq həmin o cisim. Bu hal görürsünüz müsbət və mənfi yük üçündə qeyd etmişəm bu halı. İndi keçək ikinci xüsusi hala. Deyir ki, yüklü cismi qapalı olmayan cismin daxilinə toxunduranda, daha doğrusu yox, toxunduran yoxsa və toxunmadan yaxınlaşdırsaq. Bu elə bir ki, burada toxundururuq axıra qədər görürsünüz. Orada toxunmadan yaxınlaşdırsaq, elektrostatik induksiya nəticəsində daxili səthdə əks işarəli, xarici səthdə isə eyni işarəli yüklər toplanacaq. Gəlin qeyd edək. Baxın, yazdıqlarımıza da diqqətlə baxın. Yüklü cismi qapalı olmayan cismin daxilinə toxunmadan yaxınlaşdırsaq, elektrostatik induksiya nəticəsində daxili səthdə əks işarəli, xarici səthdə isə eyni işarəli yüklər toplanacaq. Görürsünüz, gəlin izah edeyim də belə. Baxın, yaxınlaşır görürsünüz, yaxınlaşdırırıq. Da ki, müsbət yükü yaxınlaşdırırıq. Qapalı olmayan cismin daxilinə bax, yaxınlaşdırırıq. Toxundurmuruq, yaxınlaşdırırıq. Bu zaman görürsünüz, elektrostatik induksiya nəticəsində daxili səthdə, bax, daxili səth, bax, bu qatı deyir. Daxili səthdə, gördünüz, əks işarəli yüklər. Məsələn, bu müsbətdirsə, daxili səthdə mənfi gəlib toplaşacaq. Xarici səthdə eyni işarəli. Müsbət olduğuna görə müsbət itələnəcək, xarici toplanacaq. Ancaq müsbət olduğuna görə mənfi onun yanına gəlmək istəyəcək, yaxınlaşacaq, daxili səthdə toplaşacaq. Digərləri üçün də eyni qayda uyğundur. İstədim çəkib sonda açım videonu, ancaq gəlin elə
bərabər çəkək. Bax, belə bir xüsusi halda mövcuddur ki, baxın, bu qapalı olmayan yüksüz cisimdir. Bu yaşıl rəngdən çəkdiyim var, baxın bu. Qapalı olmayan yüksüz cisimdir. Gəlin onu aşağıdan qeyd edin. Qapalı olmayan. Vaxt getsə də bunları yazaraq mən istəyirəm. Video açıq qalsın. Bağlayanda elə bilirəm diqqətim yəni. Qapalı olmayan yüksüz. Bax, bu cisim qapalı olmayan yüksüz cisimdir. Ona müsbət yük tutaq ki, yaxınlaşdırırıq, toxundururuq daha doğrusu. Yəni, yüklü cisimdir də bu, hər hansı bir yüklü cisimdir. Qapalı olmayan yüksüz cismi xaricdən toxundururuq. Toxunma ilə elektriklənmənin bütün qaydasına uyğun olaraq, bütün qaydalarına tabi olaraq yükləri, ölçüləri mütənasib bölünür. Yəni, radiusları ilə mütənasib bölünür. Eyni işarəli yüklənəcəklər ən sonda. Necə olur? Gəlin onu da şəkil çəkin. Baxın, toxundurmağı mən yaxşı çəkərim. Gəlin, bunu bura toxunduraq. Toxundurduq. Düzdürmü? Buna bir ad etək ki, bu A cismidir, neytraldır. Bu da B cismidir, müsbət yükün. Yaxşı, toxundurulur ona. Toxundurulduqdan sonra nə olur? Bunu mən necə elədim ki? Necə dəqiqə? Burada elə bir ətrafına müsbət olacaq. Çünki dediyimiz kimi eyni yüklənəcək. Toxundurularkən cisimlərin aldığı o ölçüyə, o qaydaya tabi olaraq nə olur? Bunların ikisi də eyni işarə ilə yüklənəcəklər. Gəlin qeyd edək. Demək, burada nə olur? Yüklü cismi qapalı olmayan yüksüz cismə xaricdən toxunduranda toxumu ilə elektriklənmə qanunlarına tabi olaraq yükləri, ölçüləri mütənasib bölüşər və eyni işarəli yüklənərlər. Baxın, A cisminə B cismini toxundurduqda. Bu mənfi yük üçün də keçərlidir. Eynən, bir də çəkmirəm hamısını bir-bir. Baxın, bu bayaq çəkdiyimin sözlü şəkildə yazdım. Qeyd edin, qeyd dəftərlərinizə. Yüklü cismi deyil, qapalı olmayan yüksək cismi xaricdən toxunduranda toxumu elektriklənmə qanunlarına tabi olaraq yükləri, ölçüləri ilə mütənasib bölüşür və eyni işarəli yüklənər daha doğrusu. Baxın, yuxarıda biz qeyd etmişdik. Radiuslarla mütənasib bölüşürlər. Bu qaydaya uyğun olaraq bunda tətbiq edirik. Ondan sonra bax, qapalı olan, daha doğrusu üzrüm, qapalı olmayan cismi və daxildən toxunmadan yaxınlaşdırma da var. O haqda da danışdıq. Toxunmasını da yazdıq. Daha sonra xaricdən toxunmanı da yazdıq. İndi xaricdən yaxınlaşmaya baxaq. Deməli, o yuxarıda dedik ki, naqillə toxunduranda toxunma ilə elektriklənmə qanunlarına tabi olaraq yükləri, ölçüləri mütənasib olaraq bölüşür və eyni işarəli yüklənir. Amma burada indi yazacağımızda bu da naqilin cismə daxildən və xaricdən bağlanması fərqi yoxdur. Əsas odur ki, cisim xaricdə qalsın. Həmin o sözü gedən cismi burada məsələn tutaq ki, bir dayaq üzərindədir. Baxın, bu neytral cisimdir. Və neytral cismə bu müsbət yüklü cismi yaxınlaşdırırıq. Daxildən və xaricdən bağlanmasının heç bir fərqi yoxdur. Dedik ki, əsas odur ki, cisim xaricdə qalsın, içərisinə daxil olmasın. Bunu bir naqil deyək də, naqil vasitəsilə gəlin, belə nə rəng olsun, mavi rəng olsun, yox, elə qara qeyd edək. Buradan, baxın, hər hansı bir naqillə belə birləşdirib, bunu da içərisinə bir naqil gətirək bura. Gəlin, bunu biraz uzaqlaşdıraq, neytral sözünü bildik ki, neytraldır da. Burada görürsünüz, bunu bir açar qeyd eləyək buradan. Bir açar yazaq buradan. Açar. Bu açarı biz bağlasaq, avtomatik bunların arasında əlaqə olacaq da, eləmi? İndi açarı bağlayaq və yüklə bu neytral cism arasındakı əlaqəyə baxaq. Gəlin, bunu çəkim. Gətirdik bunu burayla olan açarı, tutaq ki, bağladıq. Bu açar bağlandı. Açarı qeyd eləyək buradan. Açar bağlandıqda nə baş verdi? Baxaq. Bu dedi ki, müsbət yükdür də, bu kübür düzdürmü? O zaman xaricdə qalacaq bu yüklər, xaricdə toplanacaq. Qeyd edirik belə, bunlar belə toplanacaq bu formada.
bu formada olacaq. Yəni dedik ki, bayaq yuxarıdakına uyğunlaşdırsaq, deyək yüklü cismi qapalı olmayan yüksüz cismə naqillə toxunduranda toxunma ilə elektriklənmə qanunlarına tabe olaraq yükləri ölçüləri mütənasib bölüşəcək və eyni işarəli yüklənəcəklər. Burada naqilin cismi daxildən və ya xaricdən bağlanmasının fərqi yoxdur. Əsas odur ki, cisim çöldə qalır. Yəni daxilə gətirib toxundurmuruq da. Burada görürsünüz necə eləyirdik. Cismi gətirirdik burada. Görürsünüz daxildə ya toxundururduq, daha doğrusu ya toxundururduq ya yaxınlaşdırırdıq. Amma burada elə deyil. Burada cisim iki kənarda qalacaq, çöldə qalacaq. Aha. Sonra toxundurduqdan sonraki hala baxaq. Gəlin bunu bura köçürdüm. Baxın, açarı bağladıq, təzədən açarı açdıq. Yəni toxundurduq, uzaqlaşdırdıq. Bu zaman bərabər paylandı. Şərtdə də dediyi kimi, şərti də qeyd edirik. Bura götürəsiniz. Qeyd edirik bunları. Deyir ki, yüklü cismi qapalı olmayan yüksüz cismi naqilə toxunduranda toxunma ilə elektriklənmə qanunlarına tabe olaraq yükləri ölçüləri mütənasib bölüşür və eyni işarəli yüklənər. Burada naqilin cismə daxildən və ya xaricdən toxunmasının, bağlanmasının fərqi yoxdur. Əsas odur ki, cisim xaricdə qalsın. Təsir ilə elektriklənmə, elektrostatik induksiya. Bu haqda danışaq. Təsir elektriklənmə, yəni xarici elektrik sahəsinin təsiri ilə metal cisim daxilində elektrik yüklərin yenidən nizamlı paylanmasıdır. Elektrostatik induksiya. Nədir elektrostatik induksiya? Təkrar edirəm. Xarici elektrik sahəsinin təsiri ilə metal cisim daxilində elektrik yüklərinin yenidən nizamlı paylanmasıdır. Şəkillərini çəkim. Gəlin elə çəkərək danışım. Baxın, məsələn, görürsünüz yüksüz cismə, bax bu yüksüz, yəni neytral cismə deyir ki, müsbət yük yaxınlaşırsa, müsbət yüklü kürə yaxınlaşırsa nə baş verir? Gəlin onu yazaq. Bu zaman müsbət yüklü kürədir də, baxın, tutaq ki, müsbət yüklü həmin bu kürədir və yaxınlaşıb hara? Bu yüksüz lövhəyə. Bu zaman nə olur? Təbii ki, müsbət yaxınlaşırsa, müsbətə tərəf, müsbətin yaxınlaşdığı tərəfə, lövhənin həmin tərəfinə mənfi toplaşacaq. Digər tərəfdə müsbət olduğu kimi qalacaq. Müsbətə doğru can atmayacaq. Ona görə də lövhənin bir tərəfə yüklənəcək müsbət Q yüklü, bir tərəfə yüklənəcək mənfi Q yükü ilə. Bu formada olacaq. Yox, əgər mənfi yük yaxınlaşsa, bir də onu ayrıca çəkməyəcəm. Mənfi yük yaxınlaşsa da tərsinə olacaq, əksinə olacaq. Mənfi yüklər, müsbət yüklər mənfiyə doğru toplaşacaq. Mənfi yük, daha doğrusu müsbət yüklər mənfiyə doğru toplaşmır. Hərəkət edən yük həmişə mənfidir. Gəlin, hərəkət edən yük həmişə elektrondur, onu qeyd edək. Hərəkət edən yük həmişə mənfi yük olur. Müsbət yük hərəkət etmir. Məsələn, mən ora mənfi yox, müsbət yüklü kürə yaxınlaşdırıramsa, avtomatik mənfilər yaxınlaşacaq müsbətə doğru. Yox, mən müsbət yox, mənfi yüklü kürə yaxınlaşdırıramsa, avtomatik mənfilər uzaqlaşacaq mənfidə. Yəni, gedən də mənfidir, gələn də mənfidir. Bunu yadda saxlayaq, qeyd edək dəftərlərinizə, qeyd edin dəftərlərinizə. Daha sonra biz burada gəlin, nədən danışırdıq? Belə bir qeyd yazaq. Radiusu R1, potensialı F1 olan kürə ilə radiusu R2, potensialı F2 olan kürə bir-biri ilə naqil vasitəsi birləşdirilərsə və ya toxundurularsa, son potensialları necə müəyyən edilir? Aşağıda indi qeyd edəcəm, şəklində çəkəcəm, düsturunu da. Demək, çəkdik. Burada, baxın, bu O1, belə işarə edeyim. O1 burada birinci kürənin mərkəzi, O2 ikinci kürənin mərkəzi, R1 birinci kürənin radiusu, R2 ikinci kürənin radiusu. Eyni qaydada F1 birinci kürənin potensialı, F2 ikinci kürənin potensialı. Bəs baxaq görə potensiallar necə paylanacaq, necə olacaq, bir-birinə toxundurularsa və ya birləşdirilərsə. Düsturu belə yazacaq. Bunun düsturu belə olacaq. Fi son bərabərdir. F1 vur R1 üstə gəlinsin. F2 vurulsun R2 bölünsün. Kəsr xətti çəkirik. R1 üstə gəlinsin. R2. Baxın, bu qaydada olacaq. Düstur budur. Gəlin, bunu mən haşiyə alım. Düstur bu qaydada olacaq. İndi bizə deyir ki,
Bunlar bir-biri naqil vasitəsi toxundurulursa və ya birləşdirilirsə bu iki kürə, bunların son potensialı belə olacaq. Bəs bu düsturu biz hardan almışıq? Ona baxaq. Əvvəlcə birinci kürənin əvvəlki potensialına baxaq. Birinci kürənin əvvəlki. Elə əvvəl yazdım. Əvvəlki potensialına baxaq. Burada olacaq F1 bərabərdir K vurulsun Q1 bölünsün R1. Burada da bu nəticəyə gəlirik ki, burada K Q1 bərabərdir F1 R1 olacaq. K Q1 bərabərdir F1 vur R1. Yəni kəsirdən qurtarsaq belə olur da. Sonra ikinci kürənin ikinci kürənin əvvəlkisinə baxırıq. F2 bərabərdir K olsun. Q2 bölünsün R2. Bunu da kəsirdən qurtarsaq K Q2 bərabərdir F2 R2'ye. Bunları kürələr naqillə birləşmədən sonraki ortaq potensialını isə ümumi belə yazacağıq. F son bərabərdir K vurulsun Q1 üstə gəlinsin Q2 bölünsün R1 üstə gəlinsin R2. O da bərabərdir K Q1 üstə gəl K Q2 bölünsün R1 üstə gəlinsin R2. O da bərabərdir F1 vurulsun R1 üstə gəlinsin F2 vur R2 bölünsün R1 plus R2. Aha. Biz nəticədə aldıq ki, bu sonuncu potensialı, baxın bu düsturu biz hardan almışıq? Bu yolla almışdıq. Başqa bir qeydi də yazaq. Başqa bir qeyddə yazaq. Təsirlə elektrikləmə nəticəsində yüksüz cisimlər tərəfindən cəzb olunur. Yüksüz cisimlər tərəfindən cəzb olunur. Baxın burada. Bunları da qeyd edin mütləq. Yüksüz cisimlər tərəfindən cəzb olunur. Yəni hər hansı bir yüklü cismi təsir vasitəsilə yaxınlaşdırsaq, yüksüz cismi yaxınlaşdırsaq, bu zaman həmin yüksüz neytral cismin tərkibindəki, daxilindəki mənfilər həmin mənfidirsə, məsələn, müsbət yaxınlaşırsa, gəlin çəkin bunu, müsbət yaxınlaşırsa, məsələn, bu neytral bir lövhə. Üstdən yazım, içinə ifadə edəcəm hissəcikləri. Neytral. Tutaq ki, burada qarışıqdır, müsbət, mənfi, müsbət. Məsələn, Məsələn, 1, 2, 3, 4, 5 dənə müsbət varsa, 5 dənə də mənfi olmalıdır. Neytral o deməkdir. Yəni, müsbətlə mənfinin sayı bərabər olmalıdır. Və bizə deyir ki, bura bir dənə tutaq ki, müsbət yük yaxınlaşdı. Bu müsbət yükü buraya yaxınlaşdırdıq. Bu zaman nə baş verəcək bu zaman? Avtomatik həmin bu neytral lövhədə müsbətdir də bu da. Bu da müsbətdir. Qeyd edim buradan müsbət. Avtomatik mənfilər müsbətə doğru yaxınlaşacaq. Bu tərəf mənfi olacaq. Bu tərəf isə müsbət yüklənəcək. Baxın, müsbət. Bu lövhənin bir ucu müsbət Q yükü ilə yüklənəcək, bir ucu mənfi Q2 ilə yüklənəcək. Müsbət yük yaxınlaşdırsaq. Mənfi yük yaxınlaşdırsaq isə əksinə mənfilər bu tərəfə qaçacaq, müsbətlər burada qalacaq. Bu demək deyil, müsbət hərəkət edir. Yox, sadəcə mənfilər qaçır bu tərəfə, müsbət qalır burada. Videonun başlığında elektroskop haqqında da bu videoda danışacağımı demişdim. Ancaq elektroskop üçün ayrıca bir video çəkəcəm. Biraz geniş izah etmək üçün, nümunələr gətirmək üçün daha geniş bir videoda yer verəcəm elektroskopa.